Kim bu qaydanı başa düşərsə, vallahi, billahi, tallahi, bu həyatda xoşbəxt adam olar. Amma kim bu qaydadan qafil olarsa, o heç vaxt bu həyatda xoşbəxtlik tapa bilməz. Bu ayədən götürülən qaydadır. Yəni, Rəbbimiz bizə qayda öyrədib. Deyib ki, nimətləri xatırla ki, Allah sənə nələr verib. Amma mənim filan maşınım yoxdur. Mənim belə-belə evim yoxdur. Mənim belə-belə övladım yoxdur. Mənim belə-belə yoldaş, mənim belə-belə valideynim, mənim belə-belə pulum, o birisi, bu birisi. Səndə heç nə yoxdur ki, bədbəxtsən ki. Ya? Amma əlhamdülillah ki, gözüm var. Əlhamdülillah sağlamam. Əlhamdülillah yuxudan özüm dura bilirəm. Əlhamdülillah Rəbbimə ibadət edirəm. Xoşbəxtəm. Günahlarım bağışlanır. Səcdə edəndə günahlar tökülür. Namazdan sonra rahatçılıq tapıram. Əlhamdülillah Ramazan orucunu tuturam. Xəstə deyiləm. Əlhamdülillah. Vallahi saysan sayıb qutaranməzsən.